Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizə sözün əsl mənasında yüksək keyfiyyətlə inşa olunan nəhəng bir həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evi yerləşmə yeri çox mükəmməl bir ərazidədir. 10 sotda və 5 sotda təklif olunur. Şəxsi yaşam məqsədi üçün inşa olunub. Otaq sayı çoxdur, çox böyük bir evdir, kubçalı evdir. Ən əsası evin yerləşmə yeri mükəmməl bir ərazidədir. Əvvəlcədən qeyd edəcəm. Təqdim etdiyim həyət evi Masazır qəsəbəsində hündür ərazidə 142 saylı marşrut xəttindən 15-20 addımlıq məsafədə yerləşir. Bu ərazi, dəyərli izləyicilərimiz, yerləşmə yerinin çox gözəl xüsusiyyətləri var. Xüsusiyyətlərindən biri nədir? Küçəsi enlidir, köhnə məhəllələrdir, marşrut dayanacağına yaxındır, Xırdalan dairəsinə yaxındır, Respublikanski qaynının arxa tərəfinə düşür bura. Yəni Xırdalan dairəsinə yaxındır. Masazıra daxil olmağa ehtiyac yoxdur. Ərazi olaraq Masazırdır, amma şəhərə yaxınlığına görə seçilir. Baxın, belə bir həyətyanı sahəsi var. Bu ağacların ərsəyə gətirilməyi, bu həyət bacanı, baxın, belə düzəltmək üçün həqiqətən də illər lazımdır. Çox böyük bir, nəhəng bir evdir. Özünə doğrudan da, yəni yaxşı keyfiyyətli, geniş, həm bağ evi kimi, həm də ki, həyət evi kimi alıb yaşamaq istəyirsinizsə, baxın, bu ev doğrudan da məsləhətli bir evdir. 10 sotda da satıla bilər, 5 sotda da satıla bilər. 5 sotda necə satıla bilər? Baxın, bu hissə ev sahibindən saxlanılacaq. Buradan baxın, zabor qalxacaq. Belə bir yol ilə 5 sotda sizlərə verilə bilər. Və yaxud da ki, hamısını götürə bilərsiniz. Çox böyük bir evdir. Həqiqətən də mükəmməl, super bir evdir. Mən bəyəndim. Evin həm genişliyi, ən əsası yerləşmə yeri doğrudan da çox yaxşı bir ərazidədir. Qaz, su, işıq, kanalizasiya, kubça var. Ev 4 bir tərəfdən qoşa daşla tikilib. Neçə evimizin daxili hissəsi ilə vaxt itirmədən tanış olaq. Evdə kosmetik təmirə ehtiyac lazımdır. Ev sahibi də təmir edib verə bilər. Baxın, bu hissələr hamısı baxın belə bir teras məqsədi ilə düzəldilib. Əgər 5 sotda istəsəz, baxın, buradan zabor qalxacaq. Bu hissə ev sahibinə qalacaq, bu hissə. Buradan da sizə yol verəcək. Bura özü üçün saxlayacaq. Ümumilikdə ev istipoldur. Belə bir geniş foyesi var. Bütün otaqlar foye vasitəsilə bölünür. Təmir köhnə təmirdir. Aboyu yoxdur. Və bir sıra təmir işləri lazımdır. Yəni bu qiymətə də bu işləri eləməyə dəyər. Küçəsi çox super küçədir. Küçə başdan aşağı yaşıllıq, ağaclar, şam ağacları, çox gözəl bir ərazidə yerləşir. Geniş foye. Baxın, burada sizə göstərəm ki, evdə ara kəsmə divarlara kimi qoşadaşdır. Ara kəsmə divarlara kimi. Bu hissədə nəhəng bir qonaq otağı. 4 işıqlı pəncərəsi var. Zəng vurursunuz, deyirsiniz ki, məsləhət ev olsun, dosta qardaşa qismət olmaz. Yəni, özünə məsləhət nə bilirsən? Baxın, bu evlərdən biridir. İndi əl gəzdirərsiniz içərisinə, 20-30 min qoyarsınız. Həqiqətən də böyük bir villadır. 10 sotdadır. Burada da torpağın minimum sotu, dəyərli izləyicilər. Minimum sotu 20 mindir. Minimum 20 min manat. Bu da tapılsa. Burada bir otaqdır. Bura mətbəx eləmək olar. Belə bir yataq otağıdır. Yeri istipoldur. Ev ümumilikdə istipoldur. Hamam sanuzellər ayrı-ayrıdır. Yəni, ev sahibi buranı fikri var ki, qranit eləsin. Qiymət, deyilən qiymət daxilində təmir olunmayacaq. Amma təmir oluna bilər. Burada hamamdır. Bura belə bir hissəsidir hamamın. Hər bir şəraiti var. Yerləşmə yeri superdir. Yəni, sağ-sol villalardır. Villalarla əhatə olunan mükəmməl bir yerdədir. Deməli, burada yerləşir ikinci mərtəbəyə qalxan hissəsi. Kollektor sistemi pilləkənin altındadır. Bura mətbəx üçün yerdir. Arko yığılacaq buradan. Baxın, belə bir arko yığılacaq ki, mətbəx ayrılsın. Və ikinci mərtəbəyə qalxaq. Ev çox möhkəm izolyasiya olunub. 4 qatlı izolyasiyadır. 4 qatlı. Gələrsiniz, ev sahibi ev haqqında sizə tam ətraflı məlumat verər. Pilləkənlar da çox möhkəm pilləkənlardır. Baxın, bura geniş koridor. Döşəmə taxtadır. Burada yerləşir sanuzel. Burada mətbəx də yığdıra bilərsiniz ikinci mərtəbəyə görə. Tavan spotlarla yığılıb. Bura yenə böyük bir qonaq otağıdır. Burada da geniş yataq otaqları. Hər bir otağı genişdir. Baxın, ara kəsmə divarlara kimi qoşadaşdır. Pəncərə kənarları mərmərdir.
Çox möhkəm bir evdir həqiqətən də. İndi belə evlər tapmaq bugünkü gündə çətin məsələdir. Həm həyətyanı sahəsi geniş olsun, həm ev yaxşı olsun, həm də yerləşmə yeri yaxşı olsun. Burada digər bir otağıdır. Dəyərli izləyicilərimiz, qiymət 5 sotda 170 minə, 10 sotda 300 minə. Qiymət bəzilərinizə görə baha gələ bilər, yəni ərazini tanıyanlar bilər ki, bu qiymətə dəyər, bura bu qiymətə dəyər həqiqətən də. Xırdalan dairəsinə yaxın yerdə Respublikanski qaynının arxası Masazırda Cantəbə adlanan ev. Bütün yaşayış obyektləri yaxınlıqdadır.